Salam, hər vaxtınız xeyir olsun. Demək, dilimizdə elə sözlər var ki, şagirdlər həmin sözləri cümlədə indiki və ya keçmiş zamanda olduğunu fərqləndirməkdə çətinlik çəkir. Bəs bu sözləri şagirdlər necə bilsin ki, indiki zamandadır, necə bilsin ki, keçmiş zamandadır? İlkin olaraq onlara nümunə göstərmək istəyirəm. Yetirdi, bitirdi, içirdi, qaçırdı, yatırdı tipli sözləri onlara misal göstərə bilərik. Bəs bu sözləri hardan bilək ki, keçmiş zamandadır, hardan bilək ki, indiki zamandadır? Baxın, nümunə göstərmişəm. Hər ikisinə aid nümunə göstərmişəm. Demək, cümlə belədir. O uşağı kəndə sarı qaçırdı. İlkin olaraq birinci sualına baxmalıyıq biz. Qaçırdı, sual veririk. Nə etdi? Düzdürmü? Nə etdi? Sualına cavab verir. Belə bir qaydanı tətbiq edə bilərik ki, hansı şəkilçi sualın içərisində iştirak eləyirsə, o şəkilçini biz qrammatik şəkilçi kimi götürə bilərik. Deməli, sözü təhlil edən zaman qaç sözün köküdür. Qaçırdı. Vurğu qəbul eləyirmi? Elədi, bəli, bu bursinin üstünə keçdi. Qaçırdı. Nə etdi? Qaçırdı. Bu, qaçırmaq olduğuna görə bu leksikdir. Bu isə nədir? Qrammatik şəkilçidir və zaman şəkilçidir. Zaman. Deməli, sualına baxın. Nə etdi? Qaçırdı. Düzdürmü? Birinci sualından bildik ki, bu şəkilçi nədir? Leksik şəkilçidir. Bir sözdə 2 dənə zaman olmadığına görə buradakı ır-ir leksik, feildən feil düzəldən şəkilçi, dı-di isə nədir? Zaman şəkilçidir. Bir də vurğuya diqqət etməliyik. Əgər vurğu dı-dinin üstündədirsə, nədir bu? Əgər dı-dinin üzərindədirsə vurğu, demək bu zaman şəkilçisidir. Keçirik ikinciyə. İkinci belədir ki, onun uşağı kəndə sarı qaçırdı. Sualına baxırıq birinci. Qaçırdı. Nə edirdi? Nə edirdi? Qaçırdı. Düzdürmü? Görürsünüz, şəkilçiyə baxın. Şəkilçi sualın içərisində iştirak edir. Əgər şəkilçi sualın içərisində iştirak eləyirsə, həmin şəkilçi qrammatik şəkilçidir. Gəlin təhlil edək. Qaç. Bu həmçinin vurğu götürmədir. Qaçır. Onun uşağı kəndə sarı qaçırmaq olmur. Maqmək də gətirmək olmur bunun üstünə. Deməli, bu qrammatikdir və zamandır. Bu isə nədir? İdi hissəci. Dediyim kimi, bir sözün üstündə 2 dənə zaman olmadığına görə buradakı artıq idi hissəcidir. Birinci sualına diqqət edirsiniz. İkinci isə vurğusuna diqqət edirsiniz. Görürsünüz, burada vurğu ır-irin üstünə düşür. Deməli, dı-di vurğunu qəbul eləmir. Eləmirsə, ididir bu. İdidir.